dəvət elətdiniz və Samirə xanımla qısa zaman kəsiyində söhbət elədim. Mən onun qeyrətinə böyük qiymət verirəm. O elə bil ki, Koroğlunun nigarıdır, Nəbinin Həzəridir. Bax bu cür orada Rusiyada o qədər insanlara kömək lazımlara. Mən də burada həmişə öz üzümlə, mənim klinikam Respublikada ən ilk açılan klinikalardan biri oldu. Özü də General Hospital Amerikanın böyük hospitallarından birinin adları. Ona görə 5 mərtəbəlidir, hər şəraitimiz də var. O insanları oradan, o vətəndaşlarımızı göndər bizim ünvanımıza. Nə lazımdır, mən həmişə bütün kollektivimlə qurulmamız lazım. Elə Şahbət müəllim çox sağ olsun ki, məni o səhiyyə üzrə özünə müavin seçdi, təyin elədi. Mən də həmin gündən kimləri, imkansız insanları, kim istəyirsə bizə göndərir, hamısına mən əlimdən gələn qədər köməkliyimi göstərim təmənnə. Oradan gələn vətəndaşlar, onlar da biz necə ölkə prezidenti dediyi kimi, hər Azərbaycan vətəndaşının arxasındadır, hər Azərbaycan vətəndaşının prezidentidir. Biz də hər Azərbaycan vətəndaşı kimi, cənab prezident dediyi kimi, həmişə sağlamlıq keşiyində, şəxsən mənim əlimdən gələn budur, sağlamlıq keşiyində hazıram. Çox şad oldum ki, Şahbət müəllim, siz bugün Samirə xanımla məni tanış elədin və əlimdən nə gəlirsə də Azərbaycan vətəndaşlarına, xaricdən göndərdiyiniz insanlara kömək eləməyə hazıram. Nəinki Azərbaycanda özündə olan, oradan göndərməyə də imkanım da var, şəraitim də var və dəvət edirəm bir növbət dəfələrdə imkanında bizim klinikaya gələsiniz, yerində tanış olasınız ki, görün hansı imkanlarımız var. Bütün o imkanlardan istifadə edərək mən əlimdən gələn köməkliyi eləməyə hazıram. Var olasın. Nəzarət TV və Yeni Vaxt İctimai Nəzarət TV-nin hüquqşünası çox hörmətli Rövşən müəllim. Siz də həmişə xalqın yanındasınız, özünüz də qazisiniz. Bildiyim qədərilə az təminatlı ailələr və qazilərə çox dəstək olursunuz. Buyurun, siz nə deyə bilərsiniz? Bu günləri çox sevindirici haldır ki, istər Azərbaycanda, istərsə də Azərbaycandan sərhədlərindən kənarda olan həkimlərimiz ən azından dövlətimiz qədər və dövlətimizin dəstəkləri nəticəsində vətəndaşlara sahib çıxa bilirlər. Bu cümlədən də orada tədbirlərin hazırlanmasında, hər hansı bir matəm və bayram tədbirlərinin təşkilində böyük zəhmət çəkirlər və bu nöqteyi nəzərində mən Samirə xanıma xoş gəldiniz deyirəm və çox sağ olun deyirəm ki, ən azından bu günləri insanlara orada istər hüquqlarının təmin olunmasında, istərsə də hansısa bədənləri üzərində əzalarının hansısa müayinə və müalicələrinin edilməsində sizlər onların yanındasınız. Rüstəm həkimlə də bağlı olacaq hissəsini onu demək istərdim ki, bu günləri həqiqətən elə adından bəlli olduğu kimi, yəni general böyük bir rütbədir. Bəli, həmən addan da görünür ki, tam olaraq ki, insanlara daha ali dərəcədə xidmətlər göstərilir, xidmətlər göstərilir və ən azından bu günləri vətəndaşların sağlam yaşamasında əllərindən gələni əsirgəmirlər. Bu günləri inandırım ki, o qədər sevindirici haldır ki, adam istər-istəməz bəzi sahələrdə söz tapmaqda çətinlik çəkir. Çünki niyə? Bu günləri insanın həyatını Allah verir və onun yaşamasını tənzimləyən və onun yaşamasını təmin edən isə Allahın izni ilə həkimlərimizdir ki, o həkimlərin sahəsində bizlər həyatda sağlam yaşaya bilirik. İstər bütün sahələrində də, istər gözümüzlə dünyanı görə bilirik, aklımızla dünyanı dərk edə bilirik, yəni düşünə bilirik. Yəni bu da böyük bir nemətdir ki, Allah bunu bəxş edib həkimlərə. Çünki Allahdan sonra yerdə analar və həkimlər özləri ayrı-ayrılıqda yaradıcıdırlar. Yəni, mən təşəkkür edirəm hər iki şəxsə, o cümlədən də Şahbət bəyə ki, ən azından bu günləri sizləri bir araya gətirərək bu tədbiri, bu verilişin hazırlanmasını təmin etdi. Çünki sizlərin əməkdaşlığı sahəsində bu günləri hansısa bir əziyyət çəkən xəstə bu günləri öz canlı şəfa tapırsa da o daha gözəldir. O bir yaxşı bir söz var ki, nə xoş bizim halımıza ki, bu günləri sizlərlə bir aradayıq ki, sizlər insanları
yenidən həyata qaytarılmasında əlinizdən gələni əsirgəmirsiniz. Təşəkkür edirəm. Mən də öz adımdan hər iki şəxsə, o cümlədən də Şahirət bəyə ki, sizləri bir araya gətirərək əməkdaşlıq formalaşdıra bildi. Çox sağ olun. Mən sonda istərdim ki, çox hörmətli Rüstəm həkim bizim Samirə xanıma verilən sertifikatı təqdim etsin, zəhmət deyilsə. Biz də keçin Samirə xanım, zəhmət olmasa. Burada. Təqdim edin. Hörmətli Şəfərət müəllim. Mən Samirə xanıma sizin təqdim elədiyiniz, verdiyiniz bu sertifikat hər adama verilmir. Bu saat adının həkimlər sertifikat üçün nə qədər əziyyət çəkir. Başa sahib deyil. Mən buna çox böyük qiymət verirəm ki, belə bir sertifikatı mənə imkan yaratın, mən təqdim edirəm. Sağ olun. Təbrik edirəm. İşində uğurlar, müvəffəqiyyətlər. Mən inanıram ki, davamlı olacaqdır. Sağ olun. Siz həmişə öndə olacaqsınız. Sağ Öndə olun. olaraq çox işlər görəcəksiniz. Sağ olun. Mən də buradan Российской Federasiyada olan öz çalışdığım Саратовской области, город Энгельс, первая городская больница, мои главный враç Yuanov Aslan Əskərbeyeviçə öz minnətdarlığımı bildirirəm ki, bu sənətə gəlməkdə mənə böyük kömək yaratmışdı. Xirurgiyada işləməyimə, tibb işçisi olmağıma, neyroxirurgiyada işləməyimə hamısına minnətdarlığımı bildirirəm. Sizə də o üzdən çox minnətdarlığımı bildirirəm. Sevindim ki, bugünkü gündə mən Azərbaycanda belə bir baş həkimlə, qlavna vraçla tanış oldum və söz veririk ki, gedib klinikasında da yaxından tanış olacağıq. Sağ olun, çox sağ olun. Siz sağ olun. Gözləyirik. Sağ olun, müəllim. Sizin sayənizdə tanınmağıma şad oldum. Xeyirli uğurlu olsun Sağ olun, inşallah. çox sağ olun. Daim olsun ünsiyyətimiz, Sağ varımız. olun.